Coğrafiya elmi orta əsrlər dövründə bilirik ki, orta əsrlər dövrü 5-ci, 15-ci əsrləri əhatə edir və bu dövrdə deyə bilərik ki, erkən orta əsrlərdə coğrafi biliklərin tənəzzülü baş verir. Müharibələr, qulların üsyanı elmin inkişafını ləngidirdi. Avropada dini təsəvvürlər hökmranlıq etdiyinə görə bir sıra mühüm elmi ideyalar unudulmuşdu. Hətta yerin kürə formasında olması da inkar edilirdi. Amma dənizçilikdə istifadə olunan qiymətli naviqasiya cihazlarıdır, kartoqrafiyanın inkişafıdır, dəniz xəritələrinin tərtibidir, iri və davamlı yelkənli gəmilərin hazırlanması dəniz və okeanların daha uzaq məsafələrin öyrənilməsinə imkan verir. Ona görə də bu dövrdə bir sıra coğrafi kəşflər edildi ki, bu kəşflərdə aparıcı rol ərəblərə məxsus idi. Orta əsrlərin ən məşhur ərəb coğrafiyaçıları İbn Bəttudə, İbn Məsudi, Əli İdrisi, İbn Şəriyə, Həməvi və s. başqalarını da misal olaraq göstərə bilərik. Orta əsrlərdə mühüm coğrafi kəşfləri vikinglər edirlər. Bunlara normallar deyirlər. Onlar əvvəlcə İslandiya adasını 860-cı ildə, bundan sonra Qrenlandiya adasını 982-ci ildə və 1000-ci ildə isə Şimali Amerikanın Baffin adası, Labrador yarımadası, Newfoundland adalarını kəşf edirlər. Şimali Amerikanı kəşf edən Leif Erikson, Qrenlandiyanı kəşf edən Erik Radon oğlu olur. Vikinglər bu materiki Kristofor Kolumbdan 5 əsr əvvəl kəşf etsə də, bu kəşf tezliklə unudulur və Kristofor Kolumbun bu kəşfdən heç bir xəbəri olmamışdır. Əbu Reyhan Biruni 10-cu 11-ci əsrlərdə Səmərqəddə yaşamış Türk dünyasının görkəmli alimlərindən biri olur. O şərqdə ilk dəfə gildən yerin kiçildilmiş modelini, qlobusu düzəldib, yerin ölçülərini daha dəqiqliklə vermişdir. Bundan sonra isə Nürnbergli Martin Behain 1492-ci ildə bizə gəlib çatan ən qədim qlobusu hazırlayır və onu yer alması adlandırmışdı. Nəsrəddin Tusi 13-cü əsrdə yaşamış Azərbaycan alimidir. O polyak alimi Kopernikdən əvvəl yerin günəş ətrafına dövr etdiyini nəzəri cəhətdən əsaslandırır. Nəsrəddin Tusi yeri iqlimlərə bölmüş, 13-cü əsrdə məşhur olan 256 şəhərin koordinatını verir və 1259-cu ildə Marağa şəhərində tikilmiş rəsədxanada ulduzlu səma qlobusunu hazırlayır. Və əslində ulduzlu səma qlobusunun banisi Kəriməddin Səlmasi olur. Kopernik polyak alimi olur. 1543-cü ildə yerin və digər planetlərin günəş ətrafında fırlanması əsasən heliosentrik sistem nəzəriyyəsini irəli sürür və Marco Polo İpək yolu üzərində yerləşən ərazilər və ölkələr haqqında ən qiymətli məlumatlar vermişdir. Afansi Nikitin Rusiya, Hindistan üzrə səfər etmiş və 3 dəniz arxasında səyahət adlı əsər yazmışdı. O əsərlərində Azərbaycan haqqında məlumat vermişdi. Deməli, orta əsrlər dövründə Nikitin və Marco Polo Azərbaycan haqqında da məlumatlar vermişdir. Piri Rəis də orta əsrlər dövrünə aiddir. Piri Rəis 1513-cü ildə ilk dəfə Atlantik okean sahillərinin xəritəsini tərtib edir və təəccüblüdür ki, Piri Rəisin xəritəsində tərtib edildiyi Atlantik okeanının qərb sahillərinə Piri Rəis özü səyahət etməmişdir. Həmçinin bu xəritədə Antarktidanın da sahillərinin göstərilməsi başqa bir maraq doğuran amillərdən biridir. Türk səyyahlarından isə Əl-Biruni, Mahmud Qaşqari, Nəsrəddin Tusi, Fərabi, İbn Sina və Bakovini misal olaraq göstərə bilərik.